Andar bəy, bugün bir xəbər yayıldı ki, Naxçıvanda həbslər olub. Eşitmədiniz onu? Sağır və başımız savaşa qarşı ölkəni dağıtmaq istəyən qüvvələr tərəfindən daha acınacaqlı bir formatda yenidən təşkilatlanıb məhv etmək istəyən qüvvələr ortadadır. Bilirsiniz ki, həbslər deyilən qüvvələr, şəxslər Vasif Talıbovla bağlı olan adamlardır. Vasif Talıbovla bağlı olmaq kimlə bağlı olmaq deməkdir? Ramiz Ənvəroviç. Ramiz Ənvəroviç ilə bağlı olmaq nə deməkdir? Azərbaycanda dövlətimizə qarşı qəsd planının tam içində olmaq deməkdir. Bugün tək Naxçıvanda deyil Zahir bəy. Bu savaş zamanı həbslər gerçəkləşdirməli idi, onlar gerçəkləşmədi. Bir çox adamlar işdən azad olmalıydı, azad olmadılar. Bunlar yenidən güclənib, fürsətdən istifadə edib dövlətimizə qarşı təhdid proqramı içərisində dövləti ələ keçirmək planının içərisindədirlər. Bunu unutmayaq. Görürsün, son günlər Azərbaycan dövləti həm içdən təhdid alır, həm də dışdan təhdid içərisindədir. Azərbaycan Cumhurbaşqanı dronların vurulmasına bağlı dövlət maraqlarını qoruyan açıqlama verir. Azərbaycan dövləti təhqir olunur. İçdən və dışdan. Özdə bütün bu təhqirləri gerçəkləşdirən kimlərdir? Savaşı gerçəkləşdirən güclərə bağlı olan insanlardır, Zahir bəy. Abşeron rayonunda vəziyyət olduqca ağırdır, Zahir bəy. Niyə? Ramiz Ənvəroviçin əsas gücü hər zaman Abşeron rayonunda olub. Onun torpaq sahələri 1000 hektarlarla hələ də öz adına yazılır. Onların siyasi aparılmaq əvəzinə heç bir iş görülməyib. Və Abşeron rayonunda Ramiz Mehdiyev çətəsi Azərbaycan dövlətini hər an arxadan vurmağa hazır olduğu bir zamandır. Onu biz də millətimizlə bölüşməliyik. Bələdiyyə sədrlərinə göstəriş verilib. Milli dəyərləri qarşı dirənin, Ramiz Mehdiyevin təbliğatını aparın. Hansı bələdiyyə? Zahir bəy, hamısına göstəriş gəlib. Onlardan birini mən bugün adını çəkirəm. Aşağı Güzdək Bələdiyyəsinin sədri Seymur adında birisi. Aşağı Güzdək Bələdiyyəsinin sədri. Özü o kətdə yaşamayan bir adam. Bəs necə sədrdir? Sual maraqlıdır. Kəndə aidiyyəti olmayan bir adam dışarıda necə gəlib bələdiyyə sədri seçib ki, kəndin adamlarını belə tanımır? Ya, bu həmişə biz bu barədə danışırıq ki, bu bələdiyyəni heç olmasa imkan verin ki, bu adamların özündən O kəndin axundunu işdən çıxartdıran adamdır, Zahir bəy. Özünə türk dediyinə görə. Həmin bu adam. Bələdiyyə sədri. Mənim yadıma düşdü o Axund. Azərbaycanın türk olduğunu dilə gətirdiyinə görə, türk sözünü işlətdiyinə görə o adam işdən çıxartdılar. Yerinə kimi gətirdilər? 17 yaşı tamam olmamış bir qızı qaçıran, xatırlayırsınız bu yaxınlarda o hadisə baş verdi. Onu yerinə gətirən Seymurdur. Öz dostunu gətirdi, qoydu Axund. Hələ mən bunun bağlılığını deyirəm. Sənin Axundlarla, mollalarla nə işin var? Bələdiyyə sədri. Rayonda heç qeydiyyatı yoxdur, Zahir bəy. Nəinki kənddə yaşamağa, rayonda belə qeydiyyat olmayan bir adam bələdiyyə sədri seçilir. Kənd cəmaatı da tanımadığı bir adamın bugün əmrindədir, hamı ondan narazıdır. Bu adam nəinki xalqla olan davranışlarda, iş adamlarını böyük mənada incitməklə, iş adamlarını dövlətə qarşı qoymaqla xüsusi bir plan içərisində işləyir. İş adamı öz torpağının vergisini ödəyir. Bu özündən siyahı çıxarır, Ədliyyə Nazirinin qərarı var deyə özündən. 2019-cu ildən bu yana sənin bu qədər vergin var, bu qədər faizin var, 20 min, 30 min onlara qiymət oxuyur. Özündən. Bəli, özü yazır da, yazır, sistemə yazır, qərar alır ki, bunun borcu var. Göndərir məhkəmə qərarlarının icrası qurumuna ki, bu adamın borcu var, xahiş edir onlara sanksiya tətbiq edin. İş adamları məhkəməyə verir, Zahir bəy. Bu əsassız iddiaların qarşılığında. İş adamı məhkəməni udur, onun iddiaları orada təmin edilmir. Məhkəmənin qərarı necə təmin olunmaya bilər? Məhkəmə qərar çıxarır ki, iş adamı haqlıdır. Bələdiyyə sədri yenidən icra, yəni məhkəmə qərarlarının icra qurumuna məktub göndərir ki, bu adamın yenə bizə 13 min borcu var, ya 20 min, 30 min. Məhkəmə qərarlarının icrası qurumu bilirsiniz nə cavab verir? Bəli. Açıq deyim ki, Nəsimi rayonu. Bəli. Haqlısınız, iş adamına deyir. Yəni, iddiaçı tərəfə deyir. Amma bu bizə qərar göndərin və onun qərarının əsasında biz sizə sanksiya tətbiq etməyə məcburuq. İndi bu ölkədə məhkəmənin qərarı varsa, məhkəmə qərarının icra qurumu Zahir bəy.
məhkəmənin qərarını icra eləməyə məhkumdur, yoxsa bələdiyyə başqanının öz başınalığını? Əlbəttə məhkəmə qərarı. Ondan niyə icra olunmur? Bunun arxasında kim durur? Necə olur ki, bir bələdiyyə sədri həm də icra üzərində bir hakimiyyət qurur və eyni zamanda rayon icra başçısı ondan baş çıxara bilmir. Rayon icra hakimiyyətinə İcra hakimiyyətinə ona qatılmaq, ona mane olmaq. hüquqi baxımdan təbii ki, elədir. Bəli. Amma mən hesab edirəm ki, rayonun baş verən bütün öz başınalığı da Azərbaycan Cumhurbaşqanı Sayın Əliyevin yerlərdə olan nümayəndələri cavabdehdirlər. Baxmayaraq ki, ayrı-ayrı qurumlar, hətta polis ayrıdır deyək, doğru mu? Bəli. Amma o rayonda cinayətkarlıqla bağlı icra başçısının sorumluluğu var. Hesab edirəm ki, rayon icra başçısı Abidin Fərzəliyevin də burada ciddi sorumluluğu var. Qısa zamanda kifayət qədər təcrübəli olan Abidin Fərzəliyev Azərbaycan dövlətinə olan sədaqətini nümayiş elətdirib, bələdiyyə başqanının layiqli cəzasının verilməsindən bağlı uyğun qurumlar qarşısında məsələ qaldıracaq və eyni zamanda Azərbaycan dövlətinə daha bir xidmət etmiş olacaq. Ramiz Mehdiyevin bütün mülklərini Azərbaycan cəmiyyətinə elan edəcək.